Şagirdlər, gəlin sizinlə birlikdə OTK imtahanına düşmüş belə bir maraqlı ətraflı sualının izahına baxaq. Bizə deyir ki, hündürlüyü tərəfindən kökdə 3 dəfə kiçik olan rombun daxilinə çəkilmiş çevrənin radiusu kökdə 3 olarsa, baxın burada deyir ki, rombun daxilinə çəkilmiş çevrənin radiusu 3 kökdə 3 olarsa, bizə deyir ki, bu rombun perimetrini tapın. Deməli, bizə başda deyir ki, mən burada həllini öncədən yazdım. Hündürlüyü tərəfindən kökdə 3 dəfə kiçikdir. Hündürlüyü kiçikdirsə, tərəfi də ondan böyükdür. Yəni, biz hündürlüyünə x desək, onun tərəfi kökdə 3 x olacaq. Çünki deyir ki, kökdə 3 dəfə kiçikdir. Və bilirik ki, əgər rombun bir tərəfi hər hansı bir ədəddirsə, onun digər tərəfləri də bərabər olur. Yəni, tərəfləri bərabərdir. Sonra bizə burada nə deyir? Hələ misalımızın davamı var. Deməli, bizə deyir ki, rombun daxilinə çəkilmiş çevrə. Rombun daxilinə çevrə çəkiləndə bizim bir düsturumuz var idi ki, h bölünsün 2. Yəni, r bərabər h bölünsün 2. Bizə də burada həmin bu radiusu 3 kökdə 3 verib. Ona görə yazırıq h bölünsün 2 bərabərdir 3 kökdə 3. Bizə burada nə lazımdır? Bizə burada h lazımdır. Ona görə də biz tənasüblə bunu çarpaz vursaq, burada nə olacaq? H bərabərdir 3 kökdə 3 vurulsun 2, yəni 6 kökdə 3. Biz bunu 6 kökdə 3 tapandan sonra, biraz balaca yazın, yerimiz qalsın. H bərabər 6 kökdə 3. Biz bunu 6 kökdə 3 tapdıq. Aparıb burada yazıram 6 kökdə 3. Bu 6 kökdə 3'dürsə, biz demişdik ki, tərəfi hündürlükdən kökdə 3 dəfə böyükdür. Hündürlüyü 6 kökdə 3'dürsə, bunun tərəfi nə olacaq? 6 kökdə... Bu niyə yazmadı? 6 kökdə 3 vurulsun kökdə 3. Köklər gedər. Tərəf nə qalır? 18. Yəni 6 vurulsun 3. İndi tərəf 18, yəni tərəfi biz nə deyək? Məsələn, A deyək, həmişə A deyirik. A bərabər 18. Sonra, deməli, bunun davamını mən getirib burada yazacağım. Deməli, sonra nə olacaq? Bizə deyək, perimetrini tapın. Rombun perimetri P bərabər 4A idi və bu ətraflı bir sualdırsa, bunun düsturunu mütləq yazmalısınız. Məsələn, mən burada qısa yazdım. 6 kökdə 3 vurulsun 3 və 3 kökdə 3 vurulsun 2. Bunu siz açıq şəkildə yazmalısınız ki, tam bal ala biləsiniz. Burada 4 adı A-nı 18 verib. P bərabər 18 vurulsun 4. P-miz də nə çıxacaq? 72. Və bu da sualımızın cavabı olacaq. Baxın, bunu da belə rəngləyirəm ki, cavabımız 72-dir. Əgər yararlı oldusa, bəyənməyi, şərh yazmalı, fikirlərinizi bizimlə paylaşmağı unutmayın. Və sizə bir şey göstərmək istəyirəm ki, mən də şagird olaraq OTK sınavına getmişdim və bu OTK sınavında bu sualı həllini belə yazmışam. Yəni sizə eyni dediyim kimi buradan da baxa bilərsiniz. Demişəm, hündürlüyünə x desək, tərəfi kökdə 3x olar. Onun hündürlüyü tərəfindən kökdə 3 dəfə kiçikdir. Yəni burada hər şey ətraflı şəkildə yazmışam. Hətta şəklini belə çəkmişəm. Sonra mən burada nə demişəm? Demişəm ki, deməli, rombun daxilinə çevrə çəkilərsə, r bərabərdir h böl 2 olur. Bizə radius kökdə 3 verilir. Baxın, bunu yazmalısınız. H böl 2 bərabər kökdə 3. H bərabər 6 kökdə 3 və burada vurmuşam. Hətta sonra da yazmışam ki, kökdə 3'ü 3 kökdə 3'ü 2'ye böləndə neçə eləyir? Sonra üçüncü olaraq baxın, burada həllər qarışmasın deyə. Gördüyünüz kimi 1, 2 və 3 kimi dairə eləmişəm. Yəni bunu oxuyan müəllim, adam qarışdırmasın ki, hansı əldən sonra hansı gəlir. Burada davam olarak biz nə yazırdıq? Tərəfini tapırdıq. Eləmə, h 6 kök 3 tapmışıq. Yəni, h bərabər 6 kök 3 olarsa, tərəf 6 kök vursun kök 3 olar. Tərəf burada da, yəni düşünmüşəm ki, bu tam izahlı deyildir. Çünki mən yarım bal ala bilərəm. Niyə? Kökdə 3'e böldüm. Bunu izah eləmişəm. Tərəf kökdə 3 dəfə böyükdür. Mötərizədə altından bunu yazmışam. Qarışmasın deyə buradan bir dalga çəkmişəm. Yazmışam P bərabər 4A, P bərabər 18 vurulsun 4 və P bərabərdir 70.